Uşqun xərçəng xəstəliyini də müalicə eləyir. Şəkər xəstəliyinə, ürək xəstəliklərinə, böyrək xəstəliklərinə, təzyiqin aşağı salmasına, mədə-bağırsaq xəstəliklərinə çox köməklik eləyir. Demək olar ki, möcüzəvi bir bitkidir. İlin bu vədəsində Şahbuz dağlarında uşqun yığanlara çox rast gəlinir. Kənd adamları dağlardan, daşlardan topladıqları bu bitkini həm özləri üçün tədarük edir, həm də bazarlara çıxarır. Bir çox müalicəvi sirləri özündə birləşdirən bu bitkinin məhsuldarlığı qışda və yazda yağan yağıntılardan çox asılıdır. Əgər il yağıntılı keçərsə, bitki bol olar. Uşqun Muxtar Respublikanın Şahbuz, Culfa və Ordubad rayonlarının bir sıra dağlıq ərazilərində bitir. Uşqun şəfa mənbəyidir. Naxçıvan təbiətinin möcüzələrindən biridir. Uşqun şəfa olmaqla, min bir dərdin dərmanı olmaqla yanaşı eyni zamanda kəndlinin çörək dostudur. İlin bu vədəsində dağlardan toplanan uşqun Muxtar Respublikanın bazar və yarmarkaları ilə yanaşı paytaxt Bakıya da satış üçün göndərilir. Uşqunun tək özü deyil, çiçəyi və qabalaq adlanan hissəsi də şəfa mənbəyidir. Min dərdin dərmanı uşqunu necə gəldi toplamaq, bitkini kökündən çıxarmaq onun tükənməsinə səbəb ola bilər. Uşqunun bu hissəsini kökdən bıçağından yaraladıqda onun kökünə ziyan verirlər. Gələn il üçün bu uşqunun deyək ki, o məhsuldarlığı aşağı düşür. Amma bunu elə ata-babadan, bax istəyirsiniz mən qırım sizə göstərim. Bax, bu qaydada həmişə əldə belə qırırlar uşqunun özü. Bax, bu indi uşqundur. Çiçəkləyib əsl yeməli vaxtıdır, yetişmiş vaxtıdır. Qabalağı da eynən bax, bu qaydada yığırlar. Çox vaxtda görürsən ki, aran yerində o uşqunu tanımayan adamlar, bax, elə qabalağı bu yarpaq hissəsinə belə qoparırlar. Belə qabalağı uşqun adına satırlar. Amma bu ayrı-ayrı bitkidir. Bu bitkinin də ən maraqlı tərəflərindən biri də elə odur ki, bir kökdə iki bitki bitir. Bunun çiçəyinin də faydası var ayrıca. Bir də siz bayaq dediniz, qırmızı pigmentlər var. Xərçəng hüceyrələrini hansı ki, birbaşa məhv eləyən. Bəli, bax, siz o dediyiniz o pigmentlər uşqunun üzərində olur. Bir də qabalağın üzərində olur. Bax, buradan çəkə bilsən. Çıxaraq onu zəhmət olmasa operatorumuz daha yaxından göstərsin. Parietin adlanan bir maddədir. Bəli, bu qabalağın üstündə də olur. Uşqunun da üstündə olur bu maddələr. 2016-cı ildə Amerika Birləşmiş Ştatlarının Atlanta Universitetində aparılan bir araşdırma nəticəsində məlum olub ki, uşqun xərçəng hüceyrələrinin inkişafını dayandırır. Bitkidə olan parietin adlı qırmızı pigmentlər xərçəng hüceyrələrinə inyeksiya edilib və 2 gün içində xərçəng hüceyrələrinin yarısını öldürüb. Araşdırma aparılıb ki, bax, bu qırmızı rəngdə olan bu uşqunlar, bu pigmentlər xərçəng xəstəliyinin qarşısını alır. Düzdür, indi bəzən biz bunu elə biz bu qaydada yemək üçün qırırıq. Bax, bu qaydada soyuruq. Çox vaxtı görürsən ki, qabığını atırlar gedir, özünü yeyirlər. Amma bunun özü də mədə-bağırsağa xeyir eləyir, susuzluğu götürür, təzyiqi yüksək olan insanları tez təsir eləyir, təzyiqini normallaşdırır. Mən bayaq istifadə elədiyim kimi. Bəli, bəli. Yəni, bunun qırmızı hissəsi atılmamalıdır, mütləq yeyilməlidir, eləmi? Yox, bunu belə yemək olmaz. Dəmləmə vasitəsi. Bunu ancaq dəmləmə vasitəsi ilə qabığını dəmləyib çayını içmək